Bir dəfə Abbasilər sülaləsinin xəlifəsi Harun Əl-Rəşid yuxuda görür ki, bütün dişləri tökülüb. Səhər yuxu yozanı çağırıb soruşur: "Bu yuxunun mənası nədir?" Yuxu yozan deyir: "Xəlifə sağ olsun. Yuxunun mənası budur ki, bütün qohum-əqraban səndən qabaq öləcək. Sənin heç kəsin qalmayacaq." Harun Əl-Rəşid deyir: "Bu yuxu yozana 100 çubuq vurun. O elə bir ağır xəbər nə üçün mənim üzümə dedi? Bütün qohum qardaşım məndən əvvəl öləcəksə, onda mən kimə lazımam?" Xəlifə əmr etdi ki, başqa bir yuxu yozan çağırsınlar. Başqa bir yuxu yozan gəldi, xəlifə yuxusunu ona danışdı. Yuxu yozan dedi: "Bu yuxu onu göstərir ki, xəlifəmiz bütün qohum əqrabasından çox yaşayacaqdır." Harun Əl-Rəşid dedi: "Ağlın hökmü eynidir. Yozum həmin yozumdur. Lakin ibarələrdə böyük fərq vardır." Əmr etdi ki, həmin kişiyə 100 dinar versinlər.